Türkiyədə film kimi bir hadisə baş verib. Hadisə Müge Anlı'nın verilişində aşkara çıxıb. Sizə bir foto göstərəcəm. Bu fotoya baxın. Fotoda nə görürsünüz? Yaşlı bir qadın və yanında gənc bir qız. Fotodakı bu qadın bu qızın anasıdır. Daha doğrusu bu qız 23 yaşına qədər bu qadının onun anası olduğunu bilib. Yalnız anası dünyasını dəyişəndən sonra qız öyrənib ki, anası əslində qadın deyilmiş, kişiymiş. Hadisə necə baş verir? Bu qadın, daha doğrusu bu qızın anası kişi kimi dünyaya gəlir, kişi olur. Sonra əməliyyatla cinsiyyətini dəyişdirir, qadına çevrilir. Qadına çevriləndən sonra ailə qurur. Bütün qohum əqrabəyə deyir ki, mən hamiləyəm. Hər kəsi aldadır. Yəqin ki, qarnına da nəsə bir şar qoyurmuş, gəzirmiş, bilmirəm. Nəsə 9 aylıq bir hamiləlik keçir. Sonra bu qadın gedir xəstəxanaya, güya uşağı dünyaya gəlir və qohum əqrabaya da bir həkim deyir ki, bəli, bu qadın hamilə idi, uşağı oldu, mən əməliyyat etdim. Yanına da bir dənə uşaq verirlər, bir körpə. Və indi artıq araşdırılır ki, bu qadın kişi olub, cinsiyyətini dəyişib, qadına çevrilib. Təbii ki, ana ola bilməzdi. O zaman bir sual yaranır. Bəs bu qadın xəstəxanadan övladımdır, qızımdır deyə evə gətirdiyi bu uşaq kimin uşağı olubdur? Belə ehtimallar var ki, ola bilsin ki, bu uşağı kimdənsə alıbdır, bəlkə qaçırıbdır, oğruyubdur. İndi bu məsələlər araşdırılır.